Əvvəla salam, hər kəsi salamlayıram. Mən Azərbaycan Respublikasının vətəndaşı Şürov Edqar Xıdıroğlu, Cəllabad rayon Üçtəpə kəndində anadan olmuşam. Özüm Qarabağ qazisiyəm. İkinci Vətən müharibəsinin qazisiyəm. Əmək qabiliyyətsizəm, əlilliyim var, 6 az yaşlı övladım var. 2021-ci ildən bəri ev qeydiyyatındayam. 2010-cu ildən bəri ayrı təsərrüfatam imkanım olmadığından ev tikə bilməmişəm, həyət yana ala bilməmişdim. Vətən müharibəsindən sonra Cənab Prezidentimizin təşəbbüsü ilə bələdiyyənin sədrliyi ilə 10 sotka yarım torpaq verilib. Torpaq verilib. 2021-ci ildən bəri ev qeydiyyatındayam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedirəm. Deyir ki, xüsusi şərtlər idarəsi baxır. Xüsusi şərtlər idarəsinə gedirəm. Deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vəsait ayırmayıb. 6 az yaşlı övladım var. Deyir ki, 6-cı uşağın bir yaşı tamam olmayınca sənə uşaq pulu verə bilmərəm. Sosial yardıma dəfələrlə sənəd vurmuşam, imtina gəlir. İmtina səbəbini onu göstərir ki, məni dədə himayəsində qalırsan. Mən razıyam. Nazirin sözü ilə razıyam. Deyir ki, ayrıl, çıx, sənə sosial yardım verim. Cənab Nazir, buradan sənə üzümü tutub deyirəm. 15 min, 20 min maaş alırsan. 15-20 min maaş alırsan. Deputatlarımız 18 min, 10 min maaş alır. Çıxır efir vasitəsilə deyir ki, dolana bilmirik. Bəs biz kasıb ailə nətər dolanaq? Aldığım nəvaitin yarıdan çoxu mən dava dərmana verirəm, hələ dövlət verəndən əlavə. Cənab Ali Başkomandanımızın əmrinə əsasən dəfələrlə efir vasitəsilə də deyilib ki, qazi, şəhid ailələr, veteranları incitməyin. Atam yaşlı kişidir, əmək pensiyası alır, özü açıq ürək əməliyyatı olub, 2 dənə stent qoyulub. Anam 2-ci qrup əlildir, ömürlük. Neçə dəfələrlə sənəd vururam sosial yardıma, deyir ki, ayrıl çıx. Cənab Nazir, 2021-ci ildən bəri mən ev qeydiyyatındayam. Cənab Ali Başkomandanlığı ayırdığı vəsait hanı? Nə oldu? 2021-dən bəri mənə növbə çatmadı hələ. Mən onu bilmək istəyirəm. Cənab Nazir, uşağın 18 yaşı tamam olan kimi Pavuska yollayacaqsan. Gələcəyin Poladın, İlqar Mirzəyevin, Mübarizin, Fərdin yetişdirirəm. Harda qaldı bu dövlətin qayda qanunu? Deyir ki, get hara dərdüyü deysən deyinər. Bizə adiyyət qanun da bizük, qayda da bizük. 11-11-ə zəng eləmişəm prezidentin administrasiyasına. Dəfələrlə görüntülü danışmışıq. Deyir ki, qardaş, budur, istəyirsən budur, istəmirsən salamat, gülə-gülə. Buradan üzümü tuturam Cənab Ali Başkomandana. Azərbaycanın 1-ci xanımı vitse-prezident Mehriban xanıma. Ali Başkomandanın davamçısı Heydər Əliyevə. Müvafiq orqanlara üzümü tutub deyirəm, sizdən xahiş edirəm, dəstək göstərin. Qazizə, veteranıza, şəhid ailəzə sahib çıxın. Dəfələrlə Elman Nəsrova Cəllabadın deputatına müraciət eləmişəm, üzbəüz görüşmüşük. Baxmır. Deyir, git dərdiyi hara deyirsən deyilən. Mənə məktub yaz, nə bilim, nə qayır. Çıxardaram parlamentə, baxarlar, baxmazlar, o mənlik deyil. Korrupsiyaya zəng eləyirəm, biz deyir, eləkiyə baxmırıq. Qaynar xəttə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə zəng eləmişəm. Deyir, beylənçikdir, istəyirsən budur, istəmirsən salamat, gülə-gülə. Sizdən artıq dərəcədə xahiş eləyirəm, dəstək olun, səsimə səs verin. Baxmırlar. 6 az yaşlı övladım var, yenə deyirəm, sosial yardıma sənəd vururam, imtina verirlər. Mən yenə deyirəm, razıyam, evim deyirsən, ev tik ayrıl. 2021-ci ildən bəri ev qeydiyyatındayam mən. Mənə növbə çatmadı, Bakıda ev tikilir, verilir, Səlyanda verilir, Azərbaycanın başqa bölgələrində verilir, İminli Cəllabada gələndə verilmir, səbəb nədir? Nəyə görə verilmir? Səbəbini bilmək istəyirik. Şəhid ailələr var, bu dəqiqənin özü padvalda qalır, hələ ev tikilməyib. Sizdən artıq dərəcədə yenə deyirəm, xahiş eləyirəm. Baxmırlar. Gəl evimi tik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ondan ayrılım, çıxım mən.